əvvəla heç kim deyə bilməz ki, mənim bu günüm uşaqlığımdan çox yaxşıdır. Nə üçün? Çünki təbii ki, uşaqlığın valideynli günlərindir, qayğısız günlərindir. Elə indi də yada düşəndə valideynli günlərini çox xatırlayırsan, ona dönürsən, onların varlığını görürsən. Mənim üçün də uşaqlıq dövrüm çox maraqlı olub. Amma gənclik və bu dövrlərin onları düşünəndə hansının xoşbəxtçiliyi daha əsasdır, onu da deyə bilmirəm. Bunların hamısı mənim üçün əzizdir, doğmadır. Amma bu ilin may ayından mən bura Qambancına, bizim Respublika Qambancının müdiri Elxan müəllim Nağıyevin təklifi ilə təyin olunmuşam və burada da mənim elə də çox asan keçməyib həyatım. İyul ayında mən açıq ürək əməliyyatı olmuşam. Biraz gərgin iş dövrüm keçdi, biraz hadisələr üst-üstə düşdü. Təsəvvür edin, eyni gündə həm mən əməliyyat olmuşam, həm qardaşım rəhmətə gedib. Bilirdim ki, belə bir vəziyyət var, məndən böyük qardaşım. Yəni biz üst-üstə düşdü hadisələr.